Salam, mən Ramal Piriyev. Mən sıfırdan pul və sərmayə olmadan dürüst şəkildə özümü inkişaf etdirirəm. 27 ildən çox yaşadım, amma anlamadım nə istəyirəm və hara gedirəm. Amma bir gün, bir ay istirahətdən sonra evdə xəstələnəndə mənə bir ilham gəldi. Mən başa düşdüm, niyə məqsədsiz yaşayıram və həyatdan həqiqətən də zövq almıram. Hər şey pis idi, iş yox idi. Pul demək olar ki, yox idi. Sağlamlıq zəifdir. Mən yad bir ölkədə idim. Yaxınlarım yox idi. Heç bir kapitalım yox idi. O gün mən özümə söz verdim. Nə olursa olsun, mən uğurlu və varlı olacağam. Demək olar ki, heç nəyim yox idi. Amma mən sıfırdan başladım. Səhər kiçik bir dəftər aldım və məqsədlərimi yazdım. Hələ də o dəftər mənimlədir. Mənim məqsədim dürüst, ədalətli şəkildə multimilyarder olmaq və insanları motivasiya etməkdir. Dünyada çox insan var ki, avtomatik rejimdə məqsədsiz yaşayır. Mən göstərmək istəyirəm. Hər şey pis olsa da, pul, dəstək, kapital olmasa da, uğur mümkündür. O gündən sonra mən inkişaf etməyə başladım. Videobloger oldum. Videolar çəkirəm. Təcrübəmi paylaşır və irəliləyirəm. Maliyyə baxımından hələ böyük uğurlar yoxdur. Amma mən davam edirəm. Tezliklə mini kurslar hazırlayacağam. İnsanlara oyana bilmələri və şuurlu yaşamağı öyrətmək istəyirəm. Diqqətlə dinləyin. Nə qədər çətin olsa da, vəziyyət nə qədər ağır olsa da, heç vaxt ümidini itirməyin. Allah var, ümid var. Hər şey bizim baxışımızdan asılıdır. Vəziyyətlər özləri neytraldır. Əgər onlara pozitiv baxsaq, həyat işıqlanır. Əgər negativ baxsaq, hər şey daha da pis görünür. Mən bunu öz nümunəmdə göstərirəm. Dürüstcə. Heç kimin köməyi olmadan sıfırdan. Əgər düşünürsünüz ki, hər şey itirilib, yox, siz indi başlaya bilərsiniz. Hətta əgər ətrafınız yalnız çətinliklə doldursa. Abunə olun. Bəyənin, mənə dəstək olun, birlikdə irəliləyəcəyik, dəyişəcəyik və məqsədlərimizə çatacağıq. Addım həyatınızı dəyişə bilərsiniz. Bugündən başlayın, hətta sıfırdan hər şey mümkündür.